Salam. Uşaqlar, deməli biz çevrə üzrə bərabər sürətli hərəkətə baxırıq. Deməli, e, hərəkətin trayektoriyanın formasına görə iki növü var. Əyri xəttli hərəkət və düz xəttli hərəkət. Məsələn, ola bilər ki, cisim A nöqtəsindən B nöqtəsinə düz xətt boyunca gəlib. Ola bilər ki, nə cür gəlib? Əlbəttə ki, A nöqtəsindən B nöqtəsinə əyri xətt boyunca gəlib. Bax, bu düz xətlidir, bu əyri xətlidir. Əyri xətli hərəkətin xüsusi bir forması da var. Nədir? Həmin əyri xətt bizə nəyi verir? Çevrəni verir. Bu zaman biz buna çevrə üzrə hərəkət demiş oluruq. Biz konkret olaraq çevrə üzrə bərabər sürətlə baş verən hərəkətə baxacaq. Yəni çevrə üzrə bərabər sürətli hərəkət haqqında indi sizinlə danışmış olacaq. Bu çevrə üzrə bərabər sürətli hərəkəti öyrənməyə başlayanda bu hərəkəti xarakterizə edən əsas kəmiyyətləri öyrənməklə başlamamız lazımdır. Məsələn, o kəmiyyətlərdən biri də dönmə bucağıdır. Bəs nədir bu dönmə bucağı? Gəlin baxaq, dönmə bucağı nədir? Dönmə bucağı deyəndə, uşaqlar, məsələn, cisim A nöqtəsindədir, hərəkət eləyir, gəlir çevrə boyunca B nöqtəsinə. A nöqtəsindən B nöqtəsinə gələndə fikir verirsiniz, bax bu trayektoriyası budur da, yəni bu qövsdür. A-dan B-yə gələndə fikir verirsinizsə bir bu qədər bucaq dönmüş olur. Həmin bucaq fi hərfi ilə işarə olunur və dönmə bucağı adlanır. Biz bu döndüyü bucağı təyin etmək üçün onun gəlmiş olduğu yolu onun nəyinə? Radiusuna bölmüş olarıq. Fi nəyə bərabərdir? L bölünsün R-ə bərabərdir. Və dönmə bucağının vahidi uşaqlar, dönmə bucağının vahidi nədir? Radiandır. Daha biz həndəsə və yaxud da ki, riyaziyyatda kimi dərəcə ilə deyil də burada daha çox istifadə edəcəyik dönmə bucağı üçün nədən? Radiandan. Və qeyd etmək lazımdır ki, radian beynəlxalq sistemdəki iki köməkçi vahiddən biridir. Beynəlxalq sistemdə iki köməkçi vahid var. Nədir onlar? Radian və steradian. Radian müstəvi üzərində göstərilən bucaqları təyin etmək üçün istifadə olunur. Steradian, məsələn, oturduğumuz otağın künclərinin və s. yəni fəzavi fiqurların bucaqları üçün steradiandan istifadə edirik. Ümumiyyətlə, bilməyiniz lazımdır ki, biz düzxətli bərabər sürətli və dəyişən sürətli hərəkətdə danışmışıq ki, beynəlxalq sistemdə 7 dənə əsas vahid var, 2 dənə köməkçi vahid var və sonsuz sayda törəmə vahid var ki, bu 7 əsas və 2 köməkçi vahiddən törəyən vahidlərdir. 2 köməkçi vahid nədir? Bunlardan danışırıq, radian və steradiandır. Məsələn, cisim deyək ki, A nöqtəsində idi, hərəkət elədi, gəldi, tezdən qayıtdı elə A nöqtəsinə. A-dan çıxdı, elə geri döndü nəyə? A nöqtəsinə. Bu zaman onun döndüyü bucaq nəyə bərabərdir? Əlbəttə, 360 dərəcəyə. Fi nəyə bərabərdir? 360 dərəcəyə. Biz bu 360 dərəcəni tapmaq üçün getdiyi yolu nəyə bölmək lazımdır? Radiusuna bölmək lazımdır. Getdiyi yol nədir? Siz çevrə üzrə hərəkətdə ümumiyyətlə çevrənin uzunluğunu təyin etmənin qaydasını bilirsiniz inşallah. Bu nədir? 2πr düsturu ilə hesablanır. Məsələn, A-dan çıxdı, onda getdiyi yol elə çevrənin nəyinə bərabərdir? Uzunluğuna. Onda L-in yerinə biz burada nə yazarıq? L-in yerinə 2πr. 2πr böl R yazsaq, R-lər ixtisar gedib 2π qalacaq. Yəni 360 dərəcə burada 2π-yə. Pi də buradan nəyə bərabərdir şagirdlər? 180 dərəcəyə bərabər olmuş olacaq. Bu çevrə üzrə hərəkətdə, çevrə üzrə bərabər sürətli hərəkətdə dönmə bucağının düsturudur. İndi növbəti bir anlayışdan danışaq. Çevrə üzrə hərəkəti xarakterizə edən kəmiyyətlərdən biri period və tezlikdir. Bəs bu period və tezlik deyəndə nə başa düşürük? Gəlin onun haqqında da ətraflı danışmış olaq. Period şagirdlər T hərfi ilə işarə olunur. Period T hərfi ilə işarə olunur və vahidi saniyədir. Niyə saniyədir? Çünki period dedikdə belə deyirik, bir dövrə sərf olunan zamandır. Yəni biz dövrlərin sayını burada N hərfi ilə işarə edəcəyik. Dövr sayı və vahidi yoxdur. Bir dövrə sərf olunan zaman bizə nəyi verir? Periodu vermiş olur. Və burada dövrlərin sayının vahidi yoxdur. Yerinə bir zamanın yerinə saniyə qoysaq, periodun vahidini nə götürəcəyik? Saniyə
götürmüş olacaq. Və period uşaqlar saniyə ölçənlə ölçürük. Madəm vahidi saniyədir, onda onu biz cihaz olaraq saniyə ölçənlə nə edə bilərik? Ölçə bilmiş olarıq. Sonra bizim bilməli olduğumuz növbəti anlayış isə nədir şagirdlər? Tezlikdir. Tezlik. Tezlik N hərfi ilə işarə olunur. İndi bəzi mövzularda biz N hərfi ilə, bəzi ədəbiyyatlarda isə F hərfi ilə işarə etmiş görəcəyik. Çünki tezlik frekuensidir. Ona görə F hərfi. Adətən mexaniki rəqslər və dalğalarda biz tezliyi N hərfi ilə işarə edəcəyik. Amma hələ ki biz N hərfi ilə işarə edək. Tezlik nəyə bərabərdir? Dedik ki, müəyyən zamandakı dövrlərinin sayını ifadə edir. Yəni dövrlərin sayı böl zaman. İndi uşaqlar dövrlərin sayının vahidi yoxdur. 1 qoyarıq. Zamanın yerinə saniyə qoyarıq. Bu zaman 1 böl saniyə və yaxud da ki saniyə üzəri -1 və yaxud da ki hertz kəşf etdiyinə görə onun şərəfinə hertz qəbul olunub. Tezliyin vahidini hertzlə də nə edə bilərik uşaqlar? İfadə edə bilərik. Bu da tezliyin vahidi. Düzdür 1 böl saniyə və ya saniyə üzəri -1 olsa da yenə saniyə olduğuna görə tezliyi də elə nə ilə ölçmək olar? Təyin etmək üçün saniyə ölçəndən istifadə etmək olar. İndi uşaqlar, period və tezlik haqqında danışdıq. Və siz periodun və tezliyin düsturunda diqqət eləsəz görürsünüz ki, period nəyə bərabərdir? Period T'miz T böl N'ə bərabərdir. Tezlik isə N böl T'yə bərabərdir. Birincisi, bunu yadda saxlayın, uşaqlar üçün yadda qalsın deyə. Çünki bəzən unudurlar ki, T bölən idi, yoxsa N böl T idi. T'ni tapanda T'lər yuxarıdadır. Fikir verirsəz. N'i tapanda isə nələr yuxarıdadır? N'lər yuxarıdadır demiş olacaq. İndi T'ni tapanda T böləndir, N'i tapanda N böl T'dir. Və digər tərəfdən də bunlar bir-birinin nə idi? Nə görürsünüz? Tərsidir. Yəni, siz deyə bilərsiniz ki, T 1 böl N'ə bərabərdir. Və yaxud da ki, N 1 böl T'yə bərabərdir. Yəni, period tezliyin, tezlik də elə periodun nə idi şagirdlər? Tərsidir deyəcəksiniz. Əksi demirik, ya tərsidir. Və tərs olduğuna görə T'nin N'dən asılı qrafikində tərs aslılığın qrafiki kimi nə etmək lazımdır? Çəkmək lazımdır. Bu da çevrə üzrə hərəkətdə period və nə? Tezlik anlaşılır. Xüsusilə perioddan danışanda, məsələn, otaqdakı saat əqrəbinin periodu olsun, dəqiqə əqrəbinin periodu olsun, bunların hər birinin periodu var. Siz məsələn, saat ən kiçik əqrəbi olan saat əqrəbinin bir də 12-yə nə zaman gəldiyini bilirsiniz? 12 saat sonra. Deməli, tez saat əqrəbinin periodu nəyə bərabər olacaq? 12 saata bərabər olacaq. Və yaxud da ki, dəqiqə əqrəbi. Dəqiqə əqrəbinin bir periodu nəyə bərabərdir? 1 saata. Yəni, məsələn, dəqiqə əqrəbi 12-nin üstündə olsaydı, bir də 12-nin üstündə 1 saat sonra. Yəni, 60 dəqiqə sonra gələrdi. Dəqiqə əqrəbinin periodu nə olacaq? 60 dəqiqə olmuş olacaq. Və yaxud da ki, uşaqlar, məsələn, saniyə əqrəbinin periodu. Saniyə əqrəbi 12 üstünə bir də nə zaman gəlir? 60 saniyə sonra. Yəni, onun periodu nəyə bərabərdir? 1 dəqiqəyə və yaxud da 60 saniyə. Burada 60 dəqiqəni 1 saat olaraq da yaza bilərdik. Fərqi yoxdur. Sizə hansı rahatsa. O şəkildə ifadə edirsiniz. Və yaxud da, yəni yekun olaraq əlbəttə ki, saniyə ilə ifadə etməniz lazım. Çünki beynəlxalq sistemin əsas vahidlərini çevirməli oluruq. Və yaxud da, məsələn, yerin günəş ətrafındakı fırlanma periodu 365 günə bərabərdir. Və yaxud da ki, yerin öz oxu ətrafında fırlanma periodu bir günə, yəni 24 saata, buna bəzən biz sutka da deyirik, bir sutkaya bərabərdir deyirik. Bu, period və tezlik anlayışı haqqındadır. İndi isə çevrə üzrə hərəkətdən xarakterizə edən kəmiyyətlərdən biri olan bucaq sürəti haqqında danışmağa başlayaq. Bucaq sürəti uşaqlar omega hərfi ilə işarə olunur. Bucaq sürəti hansı hərflə işarə olunur? Omega hərfi ilə işarə olunur və omega nəyə bərabərdir? Məsələn, söhbət nədən gedir? Deyək ki, cisim A nöqtəsindədir.
hərəkət elədi, gəldi deyək B nöqtəsinə. A-dan B-yə gələndə bir bucaq dönür. Biz bu bucaq üçün nə dedik? Hansı hərflə işarə edirik? Fi hərfi ilə işarə edirik. Və buna biz nə deyirik? Dönmə bucağı. İndi bu bucağı dönmək üçün müəyyən bir sürət lazımdır. Dönmə bucağının sürətini tapmaq üçün, yəni bucaq sürətinin, bucağın döndüyü sürəti tapmaq üçün biz buna bucaq sürəti deyirik. Tapmaq üçün xatırlayaq, xətti sürətini düsturu və gedilən yol böl zaman idisə, burada bucağın sürəti üçün isə dönülən bucaq böl zaman demiş olacaq. Yəni deyirəm, xətti sürət gedilən yolu zamanı bölürdüksə, bucağın sürətində isə dönülən bucağı zamanı böləcək. Vahidinə gəldikdə isə fiilin yerinə biz radian yazarıq, zamanın yerinə saniyə yazarıq. Bucaq sürətinin vahidi nə olacaq? Radian bölünsün saniyə olmuş olacaq. Digər tərəfdən məsələn cisim A nöqtəsindən çıxıb elə A nöqtəsinə geri dönsə, indi burasına diqqət edin. A nöqtəsinə çıxıb A nöqtəsinə geri dönsə, omeqamız fi böl t ilə hesablanmalıdır. Siz də artıq bilirsiniz ki, A nöqtəsindən A'ya dönsə, A'ya geri dönsə 360 dərəcə olacaq fi'si. Biz bu fi'ni də nəyə bərabər eləyirdik şagirdlər? 2pi'yə. Fi'nin yerinə 2pi yazsaq, zamanın yerinə nə yazarıq? Period. Niyə müəllim? Çünki uşaqlar A'dan çıxıb A'ya gəlibsə elə sərf etdiyi zaman bir tam dövrə sərf olunan zamana bərabərdir. Bir tam dövrə sərf olunan zaman da nədir? Perioddur. Ona görə biz zamanın yerinə, yəni əgər bucağı 2pi götürsək, zamanın yerinə də t götürə bilərik. Digər tərəfdən period nəyə bərabər idi? Tezliyin tərsinə. Buraya gətirib 1 böl n yazsaq, 1 böl n, baxın, periodun yerinə 1 böl n yazsaq, bu tərsindən yuxarıya vurulacaq. Olacaq 2pi n şəklində. Digər tərəfdən n-də nəyə bərabər idi? N böl t. Onda biz 2pi kiçik n-i n böl t kimi yaza bilərik. Bax, bu düsturların hamısı nəyin düsturlarıdır? Omeqanın, yəni bucaq sürətinin düsturlarıdır. Bucaq sürəti nə idi? Dönülən bucaq böl zaman idi və buradan biz 2pi böl t, 2pi n və yaxud da 2pi böyük n böl kiçik t şəklində nələr almış olduq şagirdlər? Düsturlar almış olduq. Nə üçün? Əlbəttə ki, bucaq sürəti üçün. Çevrə üzrə hərəkətdə bucaq sürəti ilə yanaşı həm də xətti sürəti var uşaqlar. Bu bucaq sürəti idi. İndi gəlin xətti sürət haqqında danışaq çevrə üzrə hərəkətdə. Bəs çevrə üzrə hərəkətdə xətti sürət nə cür təyin olunur? Çevrə üzrə hərəkətdə xətti sürəti təyin etmək üçün birincisi xətti sürət V hərfi ilə işarə olunur uşaqlar. Burada xətti sürət V hərfi ilə işarə olunur. Deməli, məsələn, burada sürətin istiqaməti belədirsə, yadınızda saxlayın. Məsələn, fərz etsək ki, bu saat əqrəbi istiqamətdən hərəkət edir. Bu nöqtədə sürətin istiqaməti belə, bu nöqtədə sürətin istiqaməti belə, bu nöqtə üçün sürətin istiqaməti belə, bu nöqtə üçün sürətin istiqaməti belə, bu nöqtə üçün sürətin istiqaməti belə olacaq. Məsələn, əgər bu saat əqrəbinin istiqaməti yox da, saat əqrəbinin əksinə doğru hərəkət etsəydi, bu istiqamətdə, onda bu nöqtədə sürətin istiqaməti belə, bu nöqtə üçün sürətin istiqaməti belə, bu nöqtə üçün sürətin istiqaməti belə. Biz buna deyirik, çevrəyə toxunan şəkildə olacaq. Bəs sürətin müəllim düsturu nə olar? Siz sürətin düsturunu bilirsiniz ki, normalda gedilən yol böl zamandır. Biz artıq çevrə üzrə hərəkətdə bu A nöqtəsindən çıxan və hərəkət edən bir cisim üçün gedilən yolu S ilə yox, artıq çevrə üzrə hərəkətdə nə ilə ifadə edirik? L ilə. Ona görə nə yazarıq? L böl t. Məsələn, cisim A nöqtəsində idi, çıxdı gəldi, deyək A nöqtəsinə. A nöqtəsindən çıxdı gəldi A nöqtəsinə. Bu zaman getdiyi yol elə çevrənin neyinə bərabərdir? Uzunluğuna. Yəni, siz L-in yerinə nə yaza bilərsiniz? 2pi-r. Sərf etdiyi zaman nəyə bərabərdir? Perioda. Zaman niyə perioda bərabərdir? Çünki period nədir? Bir tam da dövrə sərf olunan zaman A'dan çıxıb A'ya geri dönübsə, deməli bir tam dövr edib. Zamanın yerinə də nə yazarıq? T'ni yazarıq. Aydındır ya? Problem yoxdur. Başa düşürük də, hə? Sualınız olduqca benim. Digər tərəfdən period nəyə bərabərdir? Tezliyin tərsinə, yəni 1 böl n-ə. T'nin yerinə 1 böl n yazsaq, bu tərsinə yuxarıya vurursa 2pi-n şəklinə gələr. Və biz burada şagirdlər 2pi
eğer büyük n'i, küçük n'i n böl t kimi açsa 2 pi n böl t düsturunu almış olarıq. Az önce dedik ki omega neye beraberdi? 2 pi bölünsün t'ye. 2 pi böl t'nin yerine biz ne yazabilirik? Burada yok elbette ki. Burada. Omega'mız 2, çünkü burada t küçük t'ydi. Omegamızın yerine mesela üçün 2 pi böl t yazsaq, onda xətti sürət üçün həm də omega r deyə nə almış olarıq? Düstur da almış olarıq. Bu çevre zərfində xətti sürətin nələri idi? Düsturları idi. Biz bu düsturları nə etməmiz lazımdır? Öyrənməyimiz lazımdır təbii ki. İndi şairlər nədən danışaq? Çevrə üzrə hərəkətdə uşaqlar təcil də var. Və bu təcilin adı hətta mərkəzə qaçma təcilidir. Mərkəzə qaçma təcili. Birincisi, niyə burada təcil var? Axı biz müəllim dedik ki, çevrə üzrə nə cür hərəkət? Bərabər sürətli hərəkət, yəni V const. V const qalanda axı təcil yaranmamalıdır. Xatırlayırsınızsa, təcilin yaranması üçün iki şərt lazım idi. Ya sürət artmalı, ya sürət azalmalı idi, ya da cisim istiqamətini dəyişməli idi. İstiqamətini. Cisim çevrə üzrə hərəkət edəndə burada istiqaməti belə, bu nöqtədə istiqaməti belə, bu nöqtədə istiqaməti belədir. Yəni nöqtədən nöqtəyə istiqamətinin dəyişdiyinə görə nə yaranmış olur çevrədə? Təcil yaranmış olur. Çevrə üzrə hərəkətdə təcil siz bilirsiniz ki, acceleration-da A hərfi ilə işarə edirik və uşaqlar istənilən nöqtədə çevrənin mərkəzinə doğru olduğuna görə ona mərkəzə qaçma təcili deyirlər. Məsələn, bu nöqtədə olduqda cisim haradır? Təcil mərkəzə doğru. Bu nöqtədə olanda təcilin istiqaməti haradır? Mərkəzə doğrudur və s. Bax, bunlar nədir? Mərkəzə qaçma təcilidir. Və təcil V kvadratı böl R hərfi ilə işarə olunacaq. A nəyə bərabər olmuş olacaq? V kvadratı böl nəyə? R-ə bərabər olmuş olacaq. Və uşaqlar, bu çevrə üzrə hərəkətdə təcilin əsas düsturudur. Yəni biz digər düsturları hamısını bax bu düsturdan ortaya çıxarmış olacaq. Çevrə üzrə hərəkətdə biz az öncə sizinlə keçdik. Bunları bir daha sürətli bir şəkildə bura qeyd edəcəm. Çevrə üzrə hərəkətdə biz sizinlə keçdik. Xətti sürətin düsturları var idi. Hansı ki 2 pi r bölünsün t idi, 2 pi r n idi, 2 pi r böyük n böl t idi və yaxud da ki omega r idi. Bunlar çevrə üzrə hərəkətdə nəyin? Xətti sürətin düsturlarıdır. Biz bu düsturları təcilin düsturunda gətirib V-nin yerinə qoya bilərik. Qoyduqda şagirdlər, qoyduqda nə baş verir? Fikir verirsiniz, biz sürətin yerinə gətirib 2 pi r böl t-ni qoysaq, kvadratı da nəzərə alsaq, 2 pi r böl t-də uşaqlar 2 olacaq 4, pi olacaq pi kvadratı, r olacaq r kvadratı böl t kvadratı böl bu r də var da, elə deyil. Bu r-dən yuxarıdakı r-in kvadratı ixtisar gedib, qalacaq burada nə? 4 pi kvadratı r böl t kvadratı. Yeni deyirəm. Çevrə üzrə hərəkətdə təcilin ana düsturu nədir? A bərabərdir V kvadratı böl R-dir. Və biz şagirdlər, biz xətti sürətin ki düsturu var idi, onları gətirib burada çevrə üzrə hərəkətdə həmin o sürətin yerinə qoyuruq. Onda məsələn 2 pi r böl t-ni qoyanda bu alır. 4 pi kvadratı r böl t kvadratı. Və yaxud da 2 pi r-ni qoysaq V-nin yerinə. 2 olacaq 4, pi olacaq pi kvadratı, r olacaq r kvadratı və aşağıdakı r-ni ixtisar edib elə r yazaq birbaşa, n-in kvadratı şəklində olacaq. Və yaxud da ki bunu qoysaq,
2 olacaq 4, pi olacaq pi kvadratı, r olacaq r kvadratı, n kvadratı bölü kiçik t'nin kvadratı. Sadəcə bu r'in kvadratı ilə bu aşağıdakı r'i ixtisar aparacaq. Və yaxud da ki, omega r'i yazsaq, xətti sürəti yerinə və kvadratı nəzərə alsaq, omega kvadratı r kvadratı bölü r, r'lər ixtisar edib omega kvadratı r olacaq. Hətta biz bu omega kvadratını belə edə bilərik. Omega nədir? Omega vur omega vur r. Yəni omega r nədir? Omega kvadrat nə deməkdir? Omega vur omega deməkdir. Omega r də nəyə bərabərdir şagirdlər? V-yə. Burada onda omega r-i silib yerinə v yazsaq, hətta təcilin omega v deyə düsturunu da nə etmiş olarıq şagirdlər? Almış olarıq. Biz baxın burada nələrdən danışdıq? Biz dedik ki, hərəkət trayektoriyasına görə iki cürdür, əyri xətli və düz xətli. Biz əyri xətli hərəkətin bir xüsusi forması var. O da çevrə üzrə hərəkət dedik. Və çevrədə hansı kəmiyyətlərdən danışdıq? Məsələn, çevrədə dönmə bucağından danışdıq, dönmə bucağından danışdıq. Biz çevrədə periodu danışdıq, biz çevrədə tezliyi danışdıq, biz çevrədə nəyi? Xətti sürəti, biz çevrədə bucaq sürətini danışdıq, bucaq sürəti. Və biz çevrədə mərkəz qaçma təcili, A mərkəz qaçmanı tanışmış olduq. İndi isə gəlin biz danışaq nədən? Çevrə üzrə hərəkətdə uşaqlar biz dəyişən əsas kəmiyyətlərdən danışaq. Hərəkət zamanı dəyişən əsas kəmiyyətlərdən danışaq. Baxın, çevrə üzrə hərəkət zamanı, uşaqlar, çevrə üzrə hərəkət zamanı. Biz çevrəni gəlin bölək 4 yerə. Sualı olanlar uşaqlar. Məsələn, birinci deyək, zaman nəyə bərabərdir? Periodun 4də 1-nə bərabərdir. Deyək ki, cisim A nöqtəsindədir, hərəkət eləyib gəlib B nöqtəsinə. Yəni, neçə dərəcə dönüb? Fi, 90 dərəcə dönüb. Baxın, burada A-dan B-yə dönəndə döndüyü bucağı nəyə bərabərdir? 90 dərəcəyə. Və yaxud da ki, zaman nəyə bərabərdir? Periodun 4də 1-nə bərabər. Baxın, şagirdlər, bu zaman getdiyi yol üçün düstur yazaq. Yol nədir? Bu qövsün uzunluğudur da, elə deyil. Bax, çevrənin ümumi uzunluğu L-i 2 pi-r ilə hesablayırıq biz. L 2 pi-r ilə hesablanırsa, deməli 4də 1-ini gedib də. Yəni 2 pi-rin hansı hissəsini gedib? 4də 1-ini. Yəni dolayısıyla pi-r bölünsün 2-ni getmiş olacaq. Əgər zaman periodun 4də 1-i olsa və yaxud da ki, dönülən bucaq 90 dərəcə olsa. Siz A nöqtəsindən B-yə görəndə yer dəyişməni tapmaq üçün başlanğıc və sonu birləşdirən nə yazmalıyıq? Düz xətt. Bu bizim nəyimizdir? Yer dəyişməmizdir. Yer dəyişməni tapanda, məsələn, burası bir radius. Burası bir radius tapsa, indi uşaqlar, siz Pifagora görə bu hipotenuzu tapa bilərsiniz də. Pifagora görə nə cür tapardıq? R kvadrat üstə gəl R kvadrat. Buradan da biz nə etmiş olarıq uşaqlar? Kök altında 2R kvadratı, R kökdən çıxacaq. Əlbəttə ki, nə qalacaq? R kök 2. Üzrü sayın. Deməli uşaqlar R kvadratı üstə gəl R kvadratı nə olacaq? R kök 2 olacaq. Yəni yer dəyişməsi bu, yolu bu. Sürət dəyişməsi də yer dəyişmə ilə düz mütənasib asılıdır. Sürət dəyişməsi də bu zaman V kök 2 olacaq. Delta V nəyə bərabər olacaq? V kök 2. Hətta biz o bir dərslərdə sizə
impuls dəyişməsi, kinetik enerji dəyişməsi falan da nəyə bərabərdir? Potensial enerji dəyişməsi, onlardan danışmışıq. İndi bunlardan burada danışmayacağım. Əlbəttə ki, onlar da öz dərsində danışacağım. Məsələn, cisim A nöqtəsindən çıxıb burada bu göz boyunca C nöqtəsinə gəlsə, bu zaman neçə dərəcə dönəcək? Fiisinə baxın, şagirdlər, gəlin bunu fərqli rənglə yazaq. A-dan əgər çıxıb C-yə gəlsə, döndüyü bucaq fiyə baxın, nə olacaq? 180 dərəcə. Fiisi 180 dərəcə olmuş olacaq. Və yaxud da zaman nəyə bərabərdir? Periodun yarısına bərabərdir. Baxın, zaman nəyə bərabərdir? Ümumi bir periodun yarısına gedir. Getdiyi yol nə qədərdir? Ümumi çevrənin uzunluğunun nəyini gedib yarısını, yəni 2 Pierre'in nəyini gedib yarısını, yəni Pierre qədər gedib. Yer dəyişməsi nə olacaq şagirdlər? Yer dəyişməsi də A-dan çıxıb C-yə gələndə, bax, burada bir yer, burada da bir yer. Yer dəyişmə başlanğıcla sonu birləşən düz xətt. Yəni yer dəyişməsi nəyə bərabərdir? 2 yerə. Onda sürətin dəyişməsi də delta V-si də 2V-yə bərabər olmuş olacaq. Bu belə. İndi uşaqlar, növbəti, deyək ki, cisim A-dan çıxdı, gəldi, hərəkətlədi D nöqtəsinə. Yəni, burada məsələn döndüyü bucaq fi üçün nə deyəcək? 270 dərəcə. Yəni, artıq 180 yox, 270 dərəcə dönür. Zaman nəyə bərabərdir periyodun? 4-də 3-ünə. 4-də 3 T-yə bərabər. Bu zaman gedilən yol nəyə bərabər şagirdlər? 2 Pierre'in nəyini gedib? 4-də 3-ünü. Yəni 3 Pierre böl 2 qədər yol gedib. Yer dəyişmə nə olacaq uşaqlar? Yer dəyişmə də başlanğıc və sonu birləşdirən istiqamətlənmiş düz xətt. Yəni bu. Yəni R kök 2. Elə budur da buradakı. Yer dəyişmə R kök 2 isə sürət dəyişməsi də delta V'miz də nə olacaq? V kök 2 olmuş olacaq. Bu belə. İndi uşaqlar, məsələn, sonuncu da o olsun ki, cisim A nöqtəsindən çıxır, hərəkət edir, elə gəlir, A nöqtəsinə geri dönür. Bu zaman döndüyü bucaq 360 dərəcə. Zaman nəyə bərabərdir? Periyodun özünə. Getdiyi yol nəyə bərabərdir? 2 Pierre'ə. Yer dəyişməsi nəyə bərabərdir? 0-a. Çünki A-dan çıxdı, hərəkət elədi, A-ya geri döndü. Onda sürət dəyişməsi nəyə bərabərdir? O da 0-a bərabərdir demiş olacaq. Yəni, fikir verirsiniz, A nöqtəsindən B-yə gələndə, C-yə gələndə və D-yə gələndə yol, yer dəyişmə və sürət dəyişməsi haqqında sizinlə danışdıq. Burada qaranlıq qalan bir şey var uşaqlar. Problemli bir şey var, aydın olmayan. Əla. İndi biz danışaq nədən? Sonuncu hissələrindən danışıq çevrə üzrə hərəkətin. Sonuncu hissələri nədir şagirdlər? Qayışlı ötürmə və iç-içə çəkilmiş konsentrik çevrələr. Və bununla da biz dərsimizin dərs izahı hissəsini yekunlaşdırmış olacaq. Əvvəlcə danışaq iç-içə çəkilmiş çevrələrdən. İç-içə çəkilmiş iç-içə çəkilmiş çevrələr. İç-içə çəkilmiş çevrələrdə nə var? İç-içə çəkilmiş çevrələrdə nə var? Gəlin iç-içə 2 dənə çevrə çəkək. Bu bir çevrəmiz olsun. Bu da başqa bir çevrəmiz olsun. Buna bəzən belə deyirlər, konsentrik çevrələr və yaxud da ki, mərkəzi bir nöqtə olan çevrələr. Mərkəzi bir nöqtə olan çevrələr. Yəni, hər üç halda başlıq da bunun üçün keçərlidir. Konsentrik çevrələr, iç-içə çəkilmiş çevrələr və yaxud da ki, mərkəzi bir nöqtə olan çevrələrdə biz əsas parametrlərə baxacaq. Məsələn, bir nöqtəsi və 2 nöqtəsi üçün. Bizə desələr ki, bunların bir nöqtəsi və 2 nöqtəsinin sürətini müqayisə edirlər, bir nöqtəsi və 2 nöqtəsinin təcilini müqayisə edirlər, bir nöqtəsi və 2 nöqtəsinin getdiyi yolu, bir nöqtəsi və 2 nöqtəsinin bucaq sürətlərini, 1 və 2 nöqtəsinin deyək ki,
Nəsə olsun? Dövrlərin sayını müqayisə elə. 1 və 2 nöqtəsinin periodunu müqayisə elə. 1 və 2 nöqtəsinin tezliyini müqayisə elə desələr. Bu tipli çevrilərdə, yəni mərkəzi bir nöqtə olan çevrilərdə uşaqlar biz deyəcəyik ki, yadınızda saxlayın. Val dediyimiz nədir? Sürət, təcil, uzunluq. Dəyişir, nə cür? Radiusda düz. Yəni hansının ki radiusu böyükdür, onun valı böyükdür. Məsələn, siz R1 budur, R2 daha böyükdür görürsünüz. Yəni R2 nədir? R1-dən böyükdür. R2 R1-dən böyük olanda val radiusda düz asılı olduğuna görə, məsələn, 2 nöqtəsinin sürəti, 2 nöqtəsinin təcili, 2 nöqtəsinin uzunluğu böyük olacaq. Nədən? 1 nöqtəsindən. Yenə deyirəm, val nə cür dəyişir? R ilə düz mütənasib. Hansının eri, yəni radiusu böyükdürsə, onda val da orada, yəni sürət də, təcil də, uzunluq da orada böyükdür. 2 nöqtəsinin radiusu böyük olduğuna görə 2 nöqtəsinin sürəti, təcili və uzunluğu da böyük olacaq. Qalan kəmiyyətlərə gəldikdə isə qalan nə qaldı? Omega qaldı, deməli dövrlərin sayı qaldı, period qaldı, tezlik qaldı. Bunlar nə qalacaq? Sabit qalmış olacaq. Yəni omega 1 ilə omega 2, n1 ilə n2, t1 ilə t2 tezliklər buradalar bir-birinə nə olmuş olacaq uşaqlar? Əlbəttə ki, bərabər olmuş olacaq deyirik. Deməli uşaqlar, bu iç-içə çəkilmiş nələrdir şagirdlər? Çevrələrdir. İndi isə biz nədən danışaq? Qayışlı ötürmədən danışaq. Bəs qayışlı ötürmədə nəyə diqqət etməliyik? Burada qaranlıq qalan bir şey var uşaqlar. Yəni bax, qısaca yadda saxlayın da, val dəyişir, özünə nə cür dəyişir? Hansının radiusu böyüksə, məsəl üçün, deyək ki, burada bir 3 nöqtəsi də qeyd edirəm. Görürsünüz uşaqlar, 3 nöqtəsi ilə 1 nöqtəsinin radiusları, yəni R3 ilə R1 bir-birinə bərabərdir. Məsələn, V3-ü müqayisə eləsək, əlbəttə ki, V3 V1-ə nə olacaq? Bərabər olacaq. Çünki 3 ilə 1-in radiusu eynidir və V2 bunlardan böyükdür. Deyək ki, burada baxın R4-dür, yəni 4-cü nöqtəni qeyd eləsəm, R4 ilə R2 bir-birinə bərabər olduğuna görə V4 ilə V2 bir-birinə bərabər olacaq və V4 və V2 də V1 və V3-dən nə olacaq? Böyük olmuş olacaq. Yəni burada müqayisə baxın bu şəkildə gerçəkləşdirilmiş olur. Bu məqamlara nə etməyimiz lazımdır? Diqqət eləməyimiz lazımdır. İndi uşaqlar, biz danışaq sonuncu məqam olan qayışlı ötürmədən. Buna bəzən dişli çarx da deyirlər. İndi baxaq görüm dişli çarx yazaq nə gəlir? Dişli bax, belə bir-biri ilə əlaqələnmiş belə çarxlarda gördüyünüz burada ki, buna dişli çarx da deyirlər. Gördüyünüz dişli çarxdır uşaqlar. Bu dişli çarxdır və bu qayışlı ötürmə də deyirlər. Qayışlı ötürmədə siz belə bir şeylər görmüsünüz. Yəni hər iki başlıq üçün keçərli olan qaydadır. Qayışlı ötürmədəki belədir. Görmədik. Neysə, daha bunu çəkəcəyik biz. Bax, iki dənə fərqli ölçüdə çarxdır. Bunları bir-birinə qayış vasitəsilə əlaqələndiririk. Bunları bir-birini qayış vasitəsilə əlaqələndiririk. Biraz yaxşı çəkə bilməyəcəm. Aha. İndi uşaqlar, bayaqki kəmiyyətləri burada müqayisə edəcəyik. Yəni, sürətdir, təcildir, uzunluqdur, deməli, nə var idi? Perioddur, tezlikdir, bucaq sürətidir, dövrlərin sayıdır. Bax, bayaqları biz iç-içə çəkilmiş çevrilərdə dedik ki, val dəyişir, qalanlar sabit qalır. İndi isə bu kəmiyyətlərdən deyəcək ki, məsələn, bu 1 nöqtəsi üçün olsun uşaqlar. Bu da 2 nöqtəsi üçün olsun. 1 və 2 nöqtələri üçün. Məsələn, deyəcək ki, bu dəfə
V-lı sabit qalır. Yəni 1 və 2 nöqtəsində V-lı nə qalır? Const. Burada 3 dənə qeyd var. Birinci qeyd odur ki, V-lı sabit qalır. Yəni V1 ilə V2 bir-birinə bərabərdir. L1 ilə L2 bir-birinə bərabərdir. Məsələn, burada sürətin istiqaməti belədir, uşaqlar. Burada sürət 5-dir, belədir. Burada sürət 6-dır, belə. Burada artıq o sürət belə ötürülür çarx vasitəsilə. Yəni burada sürət nə olur? Bir-birinə bərabər. Niyə? Çünki ötürülür bu sürət. Getdiyi yollar da bərabərdir. İkinci qeyd budur ki, uşaqlar, period radiusla düz asıdır. Hansının radiusu böyükdür? Məsələn, bunu R1, bunu R2 eləsək, siz görürsünüz ki, R2 böyükdür nədən? R1-dən. Onda deyirsiniz ki, T2 də böyükdür nədən? T1-dən. Bu bizim nəyimizdir? İkinci qeydimiz. Dedik ki, burada nə var? 3 qeyd var. Üçüncü qeyd nədir, uşaqlar? Üçüncü qeyd də odur ki, uşaqlar, odur ki, qalan kəmiyyətlər, qalan nə qaldı? Period düz, radiusla düz asıldık. Qalan kəmiyyətlər, məsələn, təcildir, dövrlərin sayıdır, tezlikdir, perioddur, daha doğrusu tezlikdir və bucaq sürətidir. Bunlar radiusla nə cür asılıdır şagirdlər? Tərs asılıdır. 1/2. Yəni, radiusu böyük olanda bu kəmiyyətlər orada kiçikdir. Radiusu kiçik olanda bu kəmiyyətlər orada böyükdür. Məsəl üçün, siz görürsünüz ki, mən burada deməli təcili üçün müqayisə etsək, təcili müqayisə etsək, onda 1 və 2 nöqtəsini təcili müqayisə etsək, A1 böyük olacaq A2-dən və yaxud da ki, omega 1 böyük olacaq omega 2-dən, N1 böyük olacaq N2-dən və yaxud da ki, N1 böyük olacaq N2-dən. Çünki nə dedik? Bu kəmiyyətlər burada nə cür asılıdır? Radiusla tərs asılıdır deyirik. Yəni bunları nə etməniz lazımdır? Unutmaq olmaz. Yəni bunları qeyd etməniz, öyrənməyiniz lazımdır. Deyirik ki, V-lı sabit, yəni 1 və 2 nöqtəsinin sürəti və uzunluğu sorsalar bir-birinə bərabər. Period düz aslı, hansının ki radiusu böyükdür. Orada perioda nə olacaq? Böyük olacaq. Amma qalan kəmiyyətlər radius böyük olan yerdə, kiçik olan yerdə nə olmuş olacaq uşaqlar? Böyük olmuş olacaq.